Hamınıza selam dostlar. Bu videoda dostlarımla beraber başladığım SMP sunucusunda sıfırdan kaslara hareket edebileceği onu göreceksiniz. Şimdi hazırsa başlayaq. Sıfırdan bir hesapla geldim. Gördüğünüz gibi taba basıram. Semet Gamer. Bu başka bir hesaptı. Ona göre orijinal hesap değil. İlk olarak burada Shulker'da set gördüm. Burada gördüğünüz gibi. İlk olarak deməli bunları aldım. Yalnız bu mənim köhnə set parçalarından birini alım dedim. Şimdi birinci biraz odun qıracaq. Bir iki daha ağaç qırdıktan sonra madene gidip daha sonrasında başka planlarımız için vaxt ayırmaya çalışacağım. Çünkü bu hesap ile çoxlu planlarım vardı. Neyse. Bəli, deməli çoxlu odun topladığımızı düşünürəm. O dana qədər odun toplamışam gördüyünüz kimi. Bir dənə crafting table eləyib o şəkildə də madənə gedək. Amma madəndə öncə Nether'a getməyə qərar verdim. Görəsən Nether'da nələr eləmişəm axırıncı dəfə baxın. Bəli. Yəni çox da bir şey eləməmişəm gördüyünüz kimi. Nəysə Nether'a sonra gələrik. İndilik Nether başarımını aldıq. Onu indidən deyim. Buraya da el gezdireceğim. Bir de üstüne burada kristal PvP eləmişdi axırıncı dəfə deyəsən. Ona görə bu haldadır gördüyünüz kimi. Yəni də buraları heç olmasa düzənləmək lazımdır. Bir də oraya da gördüyünüz kimi mən elədim axırıncı dəfə. Nəysə, indi madənə getmə vaxtıdır. Aha deyəsən Lush Caves tapdım diye düşünürəm. Baxım. Lush Caves'dir burası. Da baxım görəsən. Ahanda dəmir tapdım. Gerçi mən elmas setəm. Demirlə işmə yarayacaq. Orası bilinmir. Bəli, axırda bir maden tapmayı bacardım dostlar. Bir də burada dəmirlərdən qazaq. Onu indi deyim. Deyərsən dripstone madenine gəlmişik. Yəni burada iğneler olduğuna görə. Neyse. Aha deyəsən elmas tapdım da diğer görüm bu tepe seyirlerden bir kurtulup neyse birazcık burada elmas gördüm. Bir diyesen ha bir de Ula bak elmas başarımı daha teze almışam. Ne de olsa əvvəlcədən biz elmas set eləyib qoymuşduq o şalkıra. O köhnə elmas seti idi. Dişlənirmi deyələr onu aldım. Ona görə yəni zərər yoxdur. Ne de olsa bu dostlarımla beraber oynadığımız bir hesap idi. Neyse. Neyse. Biraz daha demir toplayaq. Yəni bu qədər demirlər nə verəcək deyə soruşacaq olsanız, demir qoyub zad eləyərəm. Bəlkə onu indiləyim. Setim yalnız qırılacaq tez bunlara. Siz necə olmadınız ola? Digəri halı, digər də gəlsin. Neyse. Deməli, burada da elmas toplayaq. Deməli, aşağılarda ne var? Çok güzel elmas tapdıq. Bu kadar elmasla da ne bileyim bazı fikirlerim vardı. Onu dinlediğim de. Ve senden nerede ben durmadan şulukluk salırsan. Allah dostum bu Minecraft'taki mobları bilmirəm də nədir məqsədlər. Neyse. Bir de üstüne dungeon tapdım. Meğerse zombi buradan gelmiş. Neyse dungeon'ı tez kırdım. Yalnız tez bunları öldürmeliyim. Görünmez lootlar var. Demir. Çok güzel demir başarımı da aldık. En sevdiğim müzik diski. Other Side. Bir de at sırrı. Problem değil. Other Side çok yaxşı oldu deyə yuxarı çıxıb eləyərik. Hatta bir dənə eləyə istəyirsə, müzik kutusu eləyəcək. Topladığım elmaslarla bir dənə müzik kutusu eləyək dinləyir sizə. Sizcə oyundakı ən yaxşı müzik diski budur.
Neyse dayı, musiqiyi qalanda dinləməyim, nə də olsa telif yeyə bilər video. Gerçi telif yemiş ola bilər. Neysə, qalanda oxutmuram. Oxutmuram, əl çəkin sözü yadıma düşdü. Neysə, bu mağaradan da tez çıxaq, çünki daha başqa yerlərdə maden eləyəcək. Neysə. Aha da deyəsən elmas tapdım orada və dəmir də var, gözəl. Biraz dəmir, biraz da elmas toplayaraq bu hesabı zəncir eləyəcək qədər madenimiz olacaq. Onu indidən deyim, deməli elmas hardadır? Buradadır. Gözəl. Elması toplayaq. O ikinci. Deyəsən üçüncü yoxdur. Neysə. Qalan da burada qazıntı eləyərək tapacaq. Derken deyəsən bir dungeon daha tapdım diye düşünürəm. Deyəsən burası bir dungeon, bakayım. Oo, hayır diye Kaç. Neyse, deməli buradan da loot tapmışıq. Bu lootlara da bir baxaq. O içində də kova. Problem değil ve isim etiketi. İsim etiketi çok lazım bir şeydi. Neyse, birinci üstümdeki bu zibillər zadı götürək buradan. Bir de bunu ataq. Bir de bunu ataq. Bir de bunu ataq. Məncə ne kadar demirimiz var? 29 demir, gözəl. Gələn gedən demir set etmək üçün satar məncə. Oo. Biraz daha elmas deməli. O, başqa bir mağaraya gəldik və o, yaxşı. Yanmırıq. Gözəl, nə qədər qalıb? Hala 4 dəqiqəmiz var. Deyərkən lava pul tapdım deyəsən. Lava pul, gözəl. Başqa bir yerdə portal aça bilərik. Məncə, problem deyil. Tamam, şunun yanmayın artık. 5 bayrağlısı olmayı mümkün. Neyse, portalımız yandı. Deyəsən bu bizi portala da girip çıkacak. Neyse, problem değil. Oh be, sonunda Bestçi taptım ve Bestçi'yi tez lootlayam çünkü çok yoruldum. Neyse, deməli Allah da olsun versin. Piglin bulu. Sana gel görme bura. Git buradan, git. Sonra Bestçi'nin normal Bestçi olmadığını keşfedildi ve buranı lootladım. Sen ciddi olabilirsen. Ne? Lan Fortress de vardı. Ha sizde nerede ay bana nerede? Ha, burada kargaşa oldu ye. Yani sıra geldi Fortress'ı lootlamaya. Fortress'la lootlayak. O dostumda olan. Oo. Deməli, Letter'da da işimiz qurtardığına görə artıq normal dünyaya gedə bilərik. Bu da yine bir başarı aldık ediyse. Çok farklı bir yere geldik. Neyse, problem değil. Bəli, gördüğünüz ki çok farklı bir yere geldik de indi biz neticə yerdə normal bizim spamda. Neyse,
Onda bir yol taparıq. Neyse problem değil ama heç olmasa doğru düzgün kasılabildiği dostlar. Onu indidən deyim. Neyse. Oo. Tamam tamam. Tamam tamam tamam. Cidey. Burada tüneyip düşüyük. Neyse. Vsioday. Bence kasılmaya gerek yoktu. Bəli dostlar, yəni bu şəkildə kasıldıq. Məncə pis kasılmadıq, onu indidən deyim. Əgər belə SMP videoların davamını istəyirsə kanala abunə olmayı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək. Hələlik.